İlyas Əfəndiyevin 1963-cü ildə qələmə aldığı ən güclü romanlarından biri hesab olunan Dağlar arxasında 3 dost adlı real hadisələrə söykənən əsərindən bir kiçik parçanı sizə təqdim edirik. Tufan getdikcə şiddətlənir, külək qarı-qaranlıq göyə sovuraraq, nəşə və qürurla uğulduyurdu. Artıq qaranlıq idi, göz gözü görmürdü. Qayalar arasında balaca yastı bir yerə çata-çatda, qəflətən boz ürgənin qabaq ayaqları qar basmış çuxura düşdü. Və bu elə ani, elə gözlənilməz oldu ki, qız da, oğlan da atın başı üstündən aşıb yerə yuvarlandılar. Qızdan zəif bir səs çıxdı, sonra heç nə eşidilmədi. Oğlan cəld ayağa qalxıb əvvəlcə qarın üstündə uzanmış qıza, sonra da müqəssir kimi dayanmış boz ürgəyə baxdı. O nə isə demək, kimi isə söymək istədi. Lakin dayanmaq yeri deyildi. Külək nərə çəkərək qarı oğlanın ağzına, burnuna doldurdu. O əyilib, bacı, ay bacı, deyə qızı tərpətdi. Qızdan səs çıxmadı, lakin ölmüş olsa belə yenə də onu burada qoyub getmək olmazdı. Cəmaət, el, oba, o dikəlib atı qızın yanına çəkmək istərkən qaranlıq tufan içində uşaqların yeni il ağacını düzdükləri fındıq boyda lampacıqlar kimi yaşıl işıqlar gördü. O ardını düşünmədi. Cəld hərəkətlə dönüb qarın üstünə uzanmış qıza baxdı. Sonra əyilib bəlkə də artıq ölmüş qızı təsəvvürünə gəlməz bir qüvvət və zirəkliyi ilə qaldırıb atın üstünə qoydu. Ayağını üzəngiyə basaraq atın belinə qalxdı. O, bununla həyat qarşısında, el-oba qarşısında son borcunu verdi. Yaşıl işıqlardan bir cütü o birilərindən aralanaraq lap yaxına gəldi. At cilovu dartışdırdı. Oğlan qızın yıxılacağından qorxub bir əli ilə ondan daha bərk yapışdı. O bir əli ilə cilovu çəkərək cəhənnəm olun deyə yaxındakı canavara qışqırdı.